Bugünkü qonağımız Məşkur Qasımov, Viləş Şərabçılıq Zavodunun baş direktoru, Sankt-Peterburg Əzyaçılıq Fabrikinin və Ağac Emalı Zavodunun təsisçilərindən biri, Rusiyanın əməkdar məşqçisi, Güləş Federasiyasının vitse-prezidenti, idman ustası və Sankt-Peterburgda yerləşən Azərbaycan Milli Mədəni Muxtariyyatının sədr müavinidir. Qeyd edim ki, Sankt-Peterburgda 300 mindən artıq Azərbaycanlı yaşayır və təbii ki, onlar bir cəmiyyət, bax, bu muxtariyyat ətrafında sıx birləşiblər və muxtariyyatın öz statusu var. Mən istəyərdim ki, Məşkur müəllim, bizim söhbətimizin çox maraqlı məqamları var, problem məsələlərə toxunacağıq. Cəmiyyətin statusu haqqında, ümumiyyətlə bu cəmiyyət haqqında çox qısaca bir bilgi verin. Sonra maraqlı söhbətimiz olacaq. Esmira xanım, mən fürsətdən istifadə edib Dünya Azərbaycanının birinci qurultayı münasibəti ilə bütün Azərbaycanlıları, o cümlədən qurultaya gələn bütün nümayəndələr, dünya Azərbaycanlıların bu bayram, böyük bayram münasibəti ilə təbrik eləmək istəyərdim. Qaldı sualınızın cavabına, deməli, bizim cəmiyyət 1989-cu ildən etibarən fəaliyyət göstərməyə başlayıb. Əvvəllər biz bir neçə cəmiyyətin bayrağı altında fəaliyyət göstərdik. Onlar Dayaq, Azəri və Ocaq cəmiyyətləri kimi adlanırdı. Sonra fikirləşdik ki, bu cəmiyyətləri birləşdirək və deməli 1997-ci ildə Rusiya Federasiyasının prezidenti Yeltsinin qərarı ilə bütün milli vətəndaşlar öz milli yerlərdə milli mədəni muxtariyyatını yaratmalıdırlar və o milli mədəni muxtariyyət də deməli büdcədən maliyyələşməlidir. Onun əsasında biz milli mədəni muxtariyyatımızı, yəni cəmiyyətimizi yaratdıq və bir bayraq altında bütün Azərbaycanlılar birləşdi. Çox gözəl, Məşkur müəllim. Bax, maraqlıdır. Bugün siz qurultaya hansı təkliflərlə gəlmişsiniz? Geniş bir meydan var. Dünya Azərbaycanlıları biz masa arxasında əyləşdilər və gəlin görək, dünya Azərbaycanlıları, Azərbaycandan kənarda yaşayan siz, Azərbaycanlılar, Azərbaycana nə fayda verəcəksiniz? Bu çox gözəl və geniş sualdır. Birinci qurultayda hörmətli, möhtərəm prezidentimiz cənab Heydər Əliyev yoldaş öz geniş çıxışları ilə bilavasitə mənə elə gəldi ki, bu 10 ildə görülən işlərə deməli hesabat verdi və çox gözəl, öz gözəl çıxışı ilə bütün problemləri, Respublika üçün olan bütün problemləri şərh etdi. Həm də ki, bu bizim birinci qurultay Respublikanın müstəqilliyinin 10 ili ilə üst-üstə düşür. Biz belə başa düşdük ki, möhtərəm prezident problemləri açıqlamaqla həm də görülməyən işlər barəsində böyük deməli izah verdi və biz elə başa düşürük ki, biz dünya Azərbaycanlılarının üstünə böyük bir məsuliyyət qoydu və bu məsuliyyəti biz hər birimiz o yükü daşımalıyıq və böyük işlər görməliyik. Hansı təklifləriniz var konkret? Çünki siz həm iş adamısınız və həm də idmançısınız. Deməli, bu qurultayın günün birinci yarısından sonra biz hissələrə bölündük. Ayrı-ayrı komissiyalar öz işini davam etdirdilər. Bugün də saat 10-dan sonra komissiyalar deməli, günün ikinci yarısına kimi yerlərdə öz işlərini davam etdirəcəklər. Mənim də payıma nədənsə bu həyatımın ikinci hissəsini sərf elədiyim idman, gənclər və idman bölgəsi düşdü. Həmin bölgədə mən bir sıra çıxış edib, bir sıra təkliflər irəli sürdüm. Ondan əlavə mənim iqtisadi təkliflərim də var, Azərbaycan üçün. Gəlin əvvəlcə idmanla bağlı təkliflərinizi eşidək. Deməli, idmanla bağlı hansı təkliflər irəli sürdüm? Birinci, deməli, köhnə ittifaq vaxtı, Sovet İttifaqı dağılandan sonra idmançılar arasında təlim-məşq toplanışları olurdu. Həmin təlim-məşq toplanışları yəqin ki, vaxtında iqtisadi çətinliklər üzündən, yolun uzaqlığı üzündən və dövlətlər ayrı-ayrı status aldığından pozulublar. Əsasən idmançılar Kislovodski deyən və yaxsa Minskinin Stayka şəhərində yaşardılar.
Rusiyanın başqa-başqa idman bazaları olan yerlərdə yaşardılar. Mən təklif irəli sürdüm ki, biz Azərbaycanlı kimi bəzi iqtisadi problemləri öz üstümüzə götürürük və hazırıq. O cümlədən biz o təlim məşq toplanışlarının, birgə təlim məşq toplanışlarını bərpa eləyək. Mənim Gənclər və İdman Nazirliyində təkliflərimdən biri oldu yenə ki, təklifiniz var, bir təklif oldu ki, dünya Azərbaycanlıların olimpiyadasını keçirdək. Çünki bu ən mühüm vacib məsələdir. Məsələn, Yahudilər bu Makabiyada deyən olimpiyada keçirdilər hər 4 ildən bir. Əgər biz qurultay keçirdiriksə, deməli, dünya Azərbaycanlıların olimpiyadasını da keçirdə bilərik. Biz ölkədən kənarda yaşayan Azərbaycanlılar, mənə elə gəlir ki, bu fikrə təkan verməyə hazırdılar. Qaldı bu iqtisadi problemlər. İqtisadi problemlər bizim, demək istəyirəm, möhtərəm prezident bizim o ağrıyan yerlərimizə də toxundu və biz hesab edirik ki, əgər iş adamları, düşünülmüş adamlar fikirləşirlər ki, əgər bir ailəni iqtisadiyyatın ömür boyu yaşayıb qaldıra bilmirsənsə, yəni 70 il, 80 il insan ömür sürür və nələrisə eləməyib həyatdan keçib gedirsə, əlbəttə 10 il ərzində dövlətimizin müəyyən problemləri həll olunub, yəni bayraq, gim, müstəqillik atributları həll olunub və nail olub Azərbaycan. Və Azərbaycan deməli Avropa Şurasına qəbul olunub. Bu işlər çox böyük işlərdir və möhtərəm prezident qeyd elədi ki, yəni indi iqtisadiyyatın keçid dövrünə biz gəlib çatmışıq. Əlbəttə bu iqtisadiyyatın keçid dövründə insan əsas rol oynayır. İnsan bir kapital qoyuluşu kimi, investisiya qoyuluşu kimi rol oynayır. Mən bu iqtisadi planlarımda, iqtisadi təkliflərimdə də var. Yəqin ki, bu günün ikinci yarısında mənə nəsib olacaq mən bu iqtisadi təkliflərimi iqtisadiyyatla bağlı bölgədə çıxış edeyim. Bəlkə elə bu efir vasitəsilə də açıqlayaq, biraz qabaqlayaq. Mən prezident eyni zamanda inteqrasiya probleminə toxundu. Əlbəttə, vaxtın azlığından istifadə edərək, ola bilsin, onları dəqiq açıqladı. Biz çox şeyləri başa düşdük. Biz bu inteqrasiya problemi əsas bu günləri Rusiyada baş verən münaqişələrin əsas səbəblərindən biridir. Mən onu açıqlamaq istəyirəm. Səbəb nədir? Səbəb odur ki, Azərbaycandan işçi qüvvələri Rusiyaya gəlirlər və onlar Rusiyanın iqtisadiyyatını bilavasitə təkan verirlər. Mən bunu cəsarətlə deyirəm və Rusiyanın iqtisadiyyatına təkan verməklə bərabər onlar əmək haqqının qiymətini aşağı salırlar bazarda. Bu da psixoloji gərginlik, Rusiya əhalisi ilə psixoloji gərginlik yaradır. Bəli, bu barədə də informasiya vasitələrində tez-tez məlumatlar verilir ki, orada müəyyən zorakılıq aktları həyata keçirilir və s. Bu qanuna uyğunluqdur, bu axın olmalıdır, bəli. Amma bu axının dünya miqyasında, məsələn, Amerika, Avropa Şurası bunu çoxdan başa düşdü. Onlar bunun qabağını aldılar. Nə formada? Onlar artıq kapital qoyuluşun, investisiya qoyuluşun yönəltdilər hansı ölkələrdə ki, əmək qabiliyyəti, əməyin qiyməti çox aşağıdır. Mən nəyi təklif eləmək istərdim? İstərdim ki, bugünkü fürsətdən istifadə edək, dünya Azərbaycanlıların birinci qurultayında bu şüarlar necə deyirlər, açıqlansın. Yəni, dünya Azərbaycanlıları üçün Azərbaycan artıq kapital qoyuluşu, investisiya qoyuluşu yerinə çevrilsin və onunla da biz bu inteqrasiya problemini həll edərik. Yəni, Azərbaycanda iş yerləri açılar. Onsuz da həmin iş yerlərin biz Rusiyada və yaxud dünyanın başqa ölkələrində iş qura-qura Azərbaycanlıları da təmin edirsiniz işlə, onların problemlərinə kömək edirsiniz və təbii ki, siz iş görürsünüzsə, bunu təbii Azərbaycana bu yatırımı qoymaq və öz məmləkətimizin iqtisadiyyatına və büdcəsinə gəlir gətirmək çox önəmli bir iş ola bilərdi. Çox vaxt, Məşgül müəllim, iş adamları gilə eləyirlər ki, ola bilər ki, burada müəyyən bürokratik əngəllər olsun, vergi sistemi ilə mi və ya rüsumlarla bağlı mı? Amma dünən prezident öz çıxışında son nöqtə qoydu ki, yəni bütün bunların təminatçısı qarantı kimi heç bir problem ola bilməz. Şübhəsiz ki, biz indi iş adamları başa düşürük ki, kapital qoyuluşunun təminatı qarantı olmalıdır.
Prezident də çox dünənki çıxışında gözəl qeyd elədi ki, o qarant təmin olunur və dövlət ümumiyyətlə insanlara xidmət eləməlidir. Bir mexanizm kimi insanlara xidmət eləməlidir. Mən bu iqtisadi sxemamda deməli Amerika iqtisadiyyatçısı Laffer'in gözəl təklifini mən yəqin ki, iqtisadiyyatçılar bilirlər, Laffer əyrisi ona deyirlər iqtisadiyyatda. Yəni Laffer Reagan dövründə Amerika iqtisadiyyatını qaldıran şəxslərdən biri olub. Yəni onun teoriyasından Amerika inkişaf eləyib. İş adamlarını narahat edən əsas məsələlərdən biri vergi sistemidir, inflyasiyadır və kapital qoyuluşunun təminatıdır. Bu üç əsas şey kapital qoyuluşunda böyük rol oynayır. Yəni vergilərin sistematik olaraq aşağı düşməsi dövlət büdcəsinin doluşu deməkdir. Bu da əlbəttə birdən-birə mümkün deyil insanların psixologiyasında inqilab eləyəsin. O yavaş-yavaş, zaman-zaman yəni proporsiya ilə vergilər aşağı qalxa-qalxa dövlətin büdcəsi dolur. Dövlət büdcəsi də dolanda yəni büdcədən əmək haqqı alan bütün insanların problemi həll olunur, yaşayışın səviyyəsi qalxır və ilaxır. Məşğul müəllim, son olaraq bir qədər simvolik ola bilər səslənsin bu. Siz Azərbaycan üçün nə eləmişsiniz? Bu sual çox çətin sualdır Esmir xanım. Mənə elə gəlir ki, hər bir Azərbaycanlı, Azərbaycan torpağında doğulan Azərbaycanlı birinci vətənə özün borclu saymalıdır. Borclu adamın da nəsə eləməyi, dilinə gətirməyi bir balaca qəbaətdir. Amma mənə elə gəlir ki, mən yox, bizim Azərbaycanlılar, yəni ölkədən xaricdə yaşayan Azərbaycanlılar hər biri bir atribut kimi, Azərbaycanlı kimi Azərbaycan üçün çox böyük işlər görürlər. Mən istərdim ki, öz diasporamızın gördüyü işləri sədalayam. 89-cu ildən mümkünsə biraz konkret, çünki vaxtımız fərqli olaraq biz Qarabağ hadisələrindən, qanlı yanvar hadisələrinə əlaqədə bir neçə mitinqlər keçirmişik və hal-hazırda Azərbaycanlıların siz dediyi münaqişə problemlərin vaxtında dövlət dairələrində həll edirik. Aydındır, mən təşəkkür edirəm sizə.